Hər kəsin günü uğurlu olsun. İstədim belə bir vlog çəkəm. Mən özüm işlədiyim üçün özümə hər gün yemək apara bilmirəm. Ona görə sağlam diyetə qoşulmuşam və hər gün də onlar mənə gözəl-gözəl yeməklər, dadlı menyular eləyib göndərirlər. İlk öncə tanış edeyim, bu hamının sevilməsi kəpəkli çörək. Yəqin ki, bir çoxlarınız bunun dadını bilirsiniz. Bu bizim istifadə edəcəyimiz qaşıq, çəngəl. Sonra səhər yeməyimiz, xiyar kəsmik. Bu birisi hamının sevimlisi olan cheesecake, yəni saat 11 üçün. Günortada gözəl badımcan dolması, böğründə xiyarı, bul qatığı, qatığın üstü pul biber bol-bol. Bu da axşam yeməyi, qozlu, markoflu, dadlı axşam yeməyimiz. İnanın, çox vaxtı axşam yeməyini yeməyə belə insanın yeri olmur. O qədər tox tutur. Yəni mən çox bəyənirəm, sizə də məsləhət görürəm.